Sumqayıt Novxanı mənzilindəyik. Hal-hazırda dəmir yol xəttinin ətrafında daha bir tikilməkdədir. Dəmir yollarının mühafizə xidmətinin əməkdaşları bu tikintiləri dayandırırlar. Bir qarşıda da var, onu da göstərəcəyik. Bax, adam qapını buradan qoyub, görürsünüz yəqin. İndi sabah bu ev tikiləcək. Burada deyəcək mətbəxdir, orada nə bilim nədir. Başlayacaq buradan da bir aynəbənd düzəldəcək. Belə gəlib yavaş-yavaş çıxacaq dəmir yol xəttinə. İndi yenə burada Allah'a şükür biraz dəmir yol mühafizə xidmətinin əməkdaşları qoruyublar deyə bir geniş yol qalıb. Təəssüf ki, tikə-tikə gedirlər. Siz bununla necə mübarizə aparırsınız? Mən bilirəm, çox çətindir. Siz elə bütün gün nəzarət edirsiniz, amma gecə düşən kimi bir də görürsünüz, tökülürlər, üstün vururlar, düzəldirlər, oldu ev. Bu işlər elmədim mənim. Deməli, qarşılıqlı sürətdə Sumqayıt bilirsi ki, dəmir yol polis dairəsi var. Samuz xətt polis şöbəsidir. Onun nəzdində Bağcan polis məntəqəsi yerləşir. Bu polislərin, dəmir yol polislərinin mühafizə departamenti, Sumqayıt mühafizə bölməsi olaraq qarşılıqlı iş fəaliyyəti, iş prinsipi və bu nəticələri biz əldə etməyə çalışırıq ki, belə şeylər olmasın. Yəni polislə bir də qarşılıqlı dəstək nəticəsində biz çalışırıq ki, bu işlərin qarşılığını alaq. Amma təəssüflər olsun ki, gecədən bir alənin durursan ki, artıq... Belə hər gecə 2 kubik, 3 kubik... Elə fikirlər var ki, inandırım siz, biz 4 dəfə, 5 dəfə biz onu sökmüşük. 4 dəfə, 5 dəfə sökmüşük, amma təəssüflər olsun ki, müəyyən vaxtdan sonra görmüşük ki, o tikilir. Bir də hər evin yanında bir mühafizə əməkdaşı qoymağı, bir polis əməkdaşı orada olmağı o absurd məsələdir. Yəni o qədər bizdə qüvvə yoxdur, yəni demək istəyirəm. Çox təəssüf, burada da yenə mühafizə xətləri, çəpərlərini söküblər, uçurdublar. İndi biz keçək qarşı tərəfə, orada da bax tikinti davam edir. Yaxşı bir mövzuya toxundu yaralı bir yerimizdə. Bu mühafizə sertifikatlarla əlaqədar küllü miqdarda dəmir yolunun ərazisində nə qədər bütün ərazi sertifikat alınıb. Bu insanların təhlükəsizliyidir bir növləri. Amma təəssüf olsun ki, onu kəsirlər ortadan. Mən valla bazar qiymətini bilirəm, bunun bir kvadratı neçəyədir. Kifayət qədər bahalı. Kəsirlər bunun hamısını düzdür. Adəti qurumun, dəmir yolunun xüsusi qurumları var, strukturlar var ki, bu işlə məşğuldurlar. Onu dərhal bərpa edirlər. Amma təəssüf olsun ki, gündən keçir yenə həmin qayda. 2 gün çəkmir. Bəli, yenə həmin qayda. Bax, belə ürək ağrıda məsələlər. Keçək qarşı tərəfə hardan keçmək olar?